Həftəlik bürclər, dolçu əkizlər, tərəzi bürclərini, hava ünsürlərini 8 iyundan 15 iyuna doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Əslində dolçalar pis həftə deyil. Sadəcə olaraq bizim bir balaca elə bir nevroloji sistemdə olan aktivliklərimiz ortaya çıxacaq. Elə bir əsəbiyyət olaraq, stres olaraq gözləmədiyimiz bəzi, belə deyim, ağzımızı bağlaya bilmədiyimiz bəzi aqressiv formada olan hərəkətlərimiz ortaya çıxacaq ki, öz idarəmizi, özümüzü qabağa çəkməyimiz, özümüzü səbir olaraq yönətməyimiz olmayacaq. Pul maddiyatla bağlı gedişatımız çox uğurlu vəziyyətdədir. Yəni pul maddiyatla əlaqədar olaraq nə mübadilə etmək istəyirsinizsə, səbirli şəkildə istədiyiniz uğuru əldə edə bilərsiniz. Amma burada başqa bir məqam var. Şəxsiyyətlə əlaqədar olaraq belə deyim də yarımçıqlıqlarınız, şəxsiyyətlə ehtiyac duyduğunuz insanlar, şəxsiyyətlə gözlədiyiniz kimlər varsa, onları bir balaca geriyə çəkmək lazımdır ki, bu həftə şəxsiyyət həftəsi deyil. Ailə ilə münasibətlə əlaqədar verdiyiniz qərarda düşünmədən danışıqlar, düşünmədən formada mübahisəli söz-söhbətləriniz ola bilər. Ona görə işə doğru, özünüzü sakitləşdirməyə doğru, təkliyə doğru dolçalar aktivləşsəz, uğurunuzu, günəşinizi həftənin sonlarına doğru əldə edəcəksiniz. Həftənin sonlarına doğru pulla bağlı ciddi bir bədxərclik edə bilərsiniz. Bunlara fikir verməsiniz. Bunları düzgün formada apara bilsəz, bəli, istədiyiniz ruhən sakitçiliyi əldə edə bilərsiniz və buna çoxdan da ehtiyacınız var. Təkliyinizi, gücünüzü aktivləşdirə bilərsiniz. 74%-ə qədər dolçalar uğurlu edə bilərsiniz. Amma tərəzilərə gələndə tərəzilər həftəni çox aqressiv formada başlayacaqsınız. Yəni elə bir vəziyyətdə olacaqsınız ki, mən haqlıyam, mənim qərarlarım, mənim danışıqlarım, mənim düşüncələrim, mən. Egoistliğinizi güclü bir şəkildə aktivləşdirəcəksiniz əkizlər. Belə deyim də, atdığınız addımlardan sonra nəyi necə aparacağınızı, özünüzü necə gücləndirəcəyinizi bilməyəcəksiniz. Sanki bu həftənin həqiqi mənada evrən də sizə o enerjini verəcək, kral və kraliçalı olduğunuzu düşünəcəksiniz və öz gücünüzü, öz idarənizi, mənliyinizi aktivləşdirməyə bacaracaqsınız. Güclə də olsa, idarə də olsa, belə deyim də, kral və kraliça kimi də olsa həftəni qubla apara biləcəksiniz. Və bu həftə elə gözəllər xəbər əldə edə bilərsiniz ki, elə gözəl məlumatlar gələ bilər ki, sizə tam belə deyim də, ruhən sakit olacağınız, özünüzü ciddi bir şəkildə idarə edəcəyiniz, hər kəsin hörmətini, hər kəsin rəğbətini, hər kəsin gücünü özünüzdə birləşdirəcəyiniz bir məqam olacaq və uğurlu bir məqamda olacaqsınız. Yeni bir başlanğıclar, yeni bir insanlar, yeni bir mühitlərdə güclənəcəksiniz. Amma həftənin cümə axşamına qədər belə deyim, əsəbiyyətimizi insanlarla qarşı məncilliyimizi biraz geri alsaq, həftəniz uğurlu verə bilərsiniz, yola verə bilərsiniz. 85%-ə qədər həftəniz uğurlu edə bilərsiniz və zaten bu ayın, bu həftənin ad günü olanlar əkizlər sizlərsiniz. Təbrik edirəm sizləri. Tərəzilərə isə bu xoş bir ünsiyyət, xoş bir gedişat deyə bilməyəcəm. Tərəzilər yenə enerjiniz aşağı düşür, yenə uzaqlaşırsınız, yenə beyniniz qarışıq vəziyyətdədir, qərarsızlığınız normadan çoxdur, gözlə əlaqədar olaraq, boyunla, boğazla əlaqədar narahatçılıqlarınız artır. Heç nə sizi qane etmir və özünüzdən tamamlanmamış bir vəziyyətdəsiniz. Çünki düşündüyünüz, plan qurduğunuz başqa şeylərdir, hərəkət etdiyiniz başqa şeylərdir və özünüzü zaman çərçivəsində tamamlaya bilməyəcəksiniz. Sanki havada qalacaqsınız və hava ünsürü olduğunuzu aktiv şəkildə bildirməyə bacaracaqsınız, amma bu dəngəsizliyə səbəb olacaq. Sanki belə deyim də, öz-özlüyünüzdə narahatçılığınız, öz-özlüyünüzdə boşluğunuz, hər şeyə qarşı negativliyinizi daha da artıracaqsınız. Ailə ilə bağlı bəzi söz-söhbətləriniz olacaq. Belə deyim, heç kəs məni anlamır kimi bir soyuqlaşmış, dayanmış bir vəziyyətiniz olacaq. Küskünlüyünüz normaldan çoxdur. Maddisal sistemimizdə də belə deyim, kredit borclarınız, pul idarələrinizdə zəifləmələr var. Emosional olaraq aktivlə olacağınız bir həftədir. Biraz bunu sakitləşdirməlisiniz. Bir balaca içimizdə, daxilimizdə olan negativ psixoloq və yaxud da başqa insanlarla danışıb atmalısınız. Çünki yükləmə vəziyyətiniz həddən artıq çoxdur. Bunu düzəltməlisiniz. Ümumi dəyərləndirsək, 65%-ə qədər uğurlu edə bilsəz tərəzilər yaxşı olar.